Misal deyim, ölüm var. Kim bilmir ki ölüm var? Hamı bilir. Ölüm var 100%, bəli. Hələ ki icad eləyəməyiblər, ölümdən dərman yoxdur. Quran da deyir, kullu nəfsin zaiqətül mevt. Hamı ölümü dadacaq. Bunu biz hamımız bilirik. Bu bilməyimizin nə qədər bizə təsiri var? Ölümü başa düşən bilirsiniz kim olar? Ölümü adam bilsə ki, doğrudan da başa düşsə ki, ölüm var, heç nə onu qəmləndirməz. Və ona deyirlər, ölümü başa düşür. İşdən çıxardıblar, sərvət əlindən çıxır, zərrə qədər nə var? Ölüm var onsuz da. Onsuz da müvəqqədir. Onsuz da. Yersiz sevinməz. Dünya ona üst tutan vaxt məğrur olmaz, başı gicəllənməz. Ölümü insan başa düşsə, heç kəsə paxıllıq eləməz. Deyər ki, nə də oyun oyuncaqda, hər şey gedəcək torpağın altına. Keçmişdəkilərin saraylarına bax. Gedirsən, baxırsan, qalıb iki dənə daş, xarabalıq, bir filan kəs, filan şahın sarayı. Oyuncaq dildi. Heç nə. Gəldi Bəhlul Danəndə, dayanmışdı xəlifənin sarayın qabağında. Bu karvansaranın sahibi kimdir? Dedilər, başım xarab olub. Karvansara nədir? Şahın sarayı nədir? Karvansaradır bura. Dedi, kimdindir burada? Şah dedi, filan kəs. Ondan qabaq kimdir? Filan kəs. Ondan qabaq filan kəs. Ondan qabaq. Dedi, bilir ki, bu qədər adam gəlir, gedir, onu karvansara deyərlər. Karvansaradır. Nə var, nə var? Ölümü başa düşür. Başa düşürsən ki, tutub getməyəcək. Ölümü insan başa düşsə belə olar. Ölümü başa düşsə fərqi yoxdur. Sən sabah olacaqsan ya 80 il sonra. Heç fərqi yox. Elə eyni cür davranarsan. Nə qədər adam düzələr, ölümü başa düşsə. Bu qədər şeylər olar. İnsan yalan danışmaz. Qeybət eləməz. Haqq tapdalamaz. Ölümü başa düşsün.